Hörmətli izləyicilər, Zərdab rayonundan kanalımıza bir informasiya daxil olubdur. Həmən informasiyanı əvvəlcə şərh edək, sonra müsahibəni sizə təqdim edəcəyik. Deməli, kanalımıza müraciət edən şəxs Əsədov Laçın Alxanoğludur. Zərdab rayonunun Alcanlı kənd sakinidir. Onun himayəsinə 2 nəfər birinci qrup əlil uşağı var. Özü deməli prezident təqaüdçüsüdür və birbaşa prezidentə müraciət edir. Qeyd edir ki, həyətini su bastığına görə dəfələrlə rayon icra hakimiyyətinə və Su Meliorasiya İdarəsinə müraciət edib ki, mənim həyətimi su basıbdır, əlil övladlarımı orada gəzdirə bilmirəm, həyətdə fəaliyyət, ümumiyyətlə hansısa bir fəaliyyət göstərmək mümkün deyil, o dərəcədə həyəti su basıb bunun qarşısı alınsın. Heç bir tədbir görülməyib və nəticədə məcbur olub özünün sosial şəbəkəsi üzərindən, TikTok səhifəsi üzərindən cənab prezidentə müraciət edib. Buna görə də qeyd edir ki, İcra başçısının müavini Pərvin Mahmudov və digər müavini Ramo adında şəxs onu əvvəlcə məhkəməyə veriblər. Məhkəmədə onu üzr istətdikdən sonra bundan ürəkləri soymayıb, onu otağına çağırıblar və orada ona 3 dəfə kollektivdən üzr istədiblər və sonra Ramonun otağına çağırıblar və orada deyiblər ki, bu üzrü biz üzr qəbul etmirik və ona dizlərini yerə atdırıb üzr istədiblər və bu zaman onun həyat yoldaşı və qızı otağa daxil olub və ondan əl çəkiblər. Vətəndaş qeyd edir ki, onun şərəf və ləyaqətini alçaldıblar. İcra başçısının müavinləri, vətəndaş qeyd edir ki, onun nə polis şöbəsindən, nə heç bir orqandan, hətta icra başçısından belə şikayət yoxdur. Yalnız icra başçısının bu müavinləri Pərvin və Ramo adlı şəxslərdən şikayətçidir ki, onun şərəf və ləyaqətini alçaldıblar. İki himayəsində əlil uşağı saxlayan bir şəxsi, birinci qrup əlil olan uşaqların atası kimi, 60 yaşında olan bir şəxs kimi onun alçatdığını qeyd edirlər və biz orada adı çəkilən həmən Ramonun şəklini əldə edə bildik və ondan gör nə tələb ediblər. Tələb gör nədən ibarətdir. Məhkəməyə də onu verdikləri zaman ona deyiblər ki, çıx məhkəmədə bunları deməlisən. Şərtləri özləri yazıblar. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət telegram ünvanlansın. Mahmudovanın barəsində böhtan o danışdığımı etiraf edərək onun haqqında söylədiklərini, o cümlədən üzümə tüpürməsi barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirsin. Mahmudovanın qaldırdığı iddiaya əsasən məhkəmədə də səhvini etiraf etdiyini və onu bağışlanmasını xahiş etdiyini bildirsin. Etirafını, ailə vəziyyətini və xəstə övladlarını nəzərə alaraq Mahmudovaya onu bağışladığı üçün minnətdarlığını bildirsin. Hərəkətlərinə görə prezidentdən də üzr istəsin. Qarayağma yaymaq üçün işlətdiyi TikTok sosial şəbəkəsində eyni məzmunda çıxış edib, deməli, bildirsin ki, səhvini etiraf etməklə bağlı prezidentə müraciət ünvanlayıb. Çıxışında bir daha Mahmudovdan və onun ailə üzvlərinin barəsində böhtan danışmayacağına dair söz versin, onun bağışladığı üçün minnətdarlığını bildirsin. Sözgedən çıxışın yayımından etibarən hesabında ən azı bir ay müddətində həmən yazını ictimaiyyətə açıq saxlasın. Mahmudovanın işlədiyi kollektivi üzvləri qarşısında səhvini etiraf edərək üzr istəsin. Görün bu məmurlar, adı çəkilən məmurlar məhkəməyə də hansı formada zakaz göndərirlər, onu vətəndaşı orada da alçaldırlar, təzədən onu otağında da alçaldırlar, onun şərəf və ləyaqətini təhqir edirlər. Əgər də oradan da belə bir hərəkət edibsə bu məmurlar, bunun yalnız bir adı var, qudurğanlıq, harınlıq. Və cənab prezident bu səpkidə dəfələrlə şikayət edən şəxslərə ünvanlanaraq deyir ki, şikayətçilər bu sahədə çoxdur və məmurlar belə hallara yol verməməlidir. Azərbaycan vətəndaşının şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdırlar. Ancaq çox təəssüf ki, belə məmurlar hələ də var və vəzifə başında əyləşiblər. Biz əlbəttə ki, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Buyursun, adı çəkilən məmurlar da öz mövqeyini göndərsinlər. Redaksiyamıza onları da biz efirə verməyə, səsləndirməyə hazırıq. İndi sizə təqdim edəcəyik vətəndaşın özünün müsahibəsini və həyat yoldaşının müsahibəsini təqdim edəcəyik. Onların öz dilindən eşidəcəyik. Xahiş edir, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun və mövzu diqqətimizdədir. Bununla bağlı biz yenidən sizlərlə belə deyək görüşə gələcək. Yəqin ki, bu məsələ ilə bağlı hələ yenə də araşdırmalarımız davam edəcək. Gəlin indi adı çəkilən şəxsləri dinləyək. Əsədov Laçın Alxanoğlu. Mən Zərdab rayonunun Alcanlı kənd sakini, 2 əlil uşaq, birinci qrup Azərbaycan prezident təqaüdçüsü Əsədov Laçın Alxanoğlu. Mənim müraciətim hörmətli prezidentimizə, hörmətli Mehriban xanımadır. Cənab prezident, məni Zərdab rayonunda təhlənmişəm. Demək olar ki, mənə zulm edədilər.
İcra Hakimiyyətinin birinci mavini Pərvin Mahmudov və Ramon müəllim məni otağına qapımın su basdığına örtüyü şikayət eləmişdim. O ilə əlaqədar məni verdilər məhkəməyə. Məhkəmədən də bu səfər gətirdilər üzr istədəndən sonra dedi ki, icra hakimiyyətinə gələcəksən, otağımda mənim kollektivimdən üzr istəyəsən də. Məni gətirdilər kollektivimdən üzr istədim, dedi xoşum gəlmir. Ayrı cür üzr istə. Təzədən 3 dəfə xoşum üzr istədilər. Axırda sonra qayıtdı gəldi Ramon otağına girdim. Ramon müəllimin birinci mavinin qabağında dizimi attım yerə. Dedim Ramon müəllim indi sənə sərf eləyir 50 atası 60 yaşında prezident təqaüdçüsü sizin qarşınıza diz attım yerə. İndi sizə ləzzət eləyir. Ondan sonra yoldaş bu heyində yoldaşım qızım qapını açdı, girdi, gördü ki, məni alıblar kuruka, tez onlar səslərin kəsir. Cənab Prezident, mənim ümidim sizədir. Xahiş edirəm, bu əl ailəsinə köməlik eləyəsiniz. Təzyiq altındayım. Əsədova Afidə, zabit qızı. 1975-ci ildə Zərdab rayonu Alcanlı kəndində anadan olmuşam. Hörmətli cənab prezident, hörmətli Mehriban xanım. Üzümü sizə tutub müraciət edirəm. Mənim 2 dənə birinci qrup əlil evladlarım var. Yoldaşım prezident təqaüdçüsüdür. Zərdab rayonunda çox qanunsuzdur. Həyətimi su basdığı üçün, Kalyaskada gəzdirə bilmədiyim üçün dəfələrlə Zərdab İcra Hakimiyyətinə, Su Müraciət İdarəsinə müraciət etmişik. Mənim yoldaşım daxilən üçün baxılmadığı üçün TikTok vasitəsilə çıxış edib. Mehriban xanım, cənab prezidentim, səsimizə səs verəsiz deyə Zərdab rayonunun Zərdab rayon mavinləri mənim yoldaşımın səsini kəsmək üçün icra hakimiyyətində dizin yerə qattalayaraq üzr istəməyinə məcbur ediblər. 60 yaşında yoldaşımı icra hakimiyyətinə aparıblar. Dizin Pərvin Mahmudovun qəşərində, Raman müəllimin qəşərində, Xəyalə xanımın qəşərində yoldaşım dizin yerə ataraq üzr istəyib. 60 yaşında mənim yoldaşımı alçaldıblar, aşağılayıblar, şərəf və laqiyyətini alçaldıblar. Xahiş edirəm, mənim bu səsimə səs verəsiniz.